Bildiyiniz kimi təzəlikcə biz Endo Dubai konfransından gəlmişdik, orada aktiv iştirak eləmişdik. Öz iştirakımızdan da başqa çoxlu yeniliklər öyrənmişdik. Əfsuslar olsun, hələ də gündəlik mənim hər gün praktikamda görürəm ki, qadınlar gəlir, onlara rayonlarda, ya hətta Bakıda başqa həkimlər miomalara görə, xüsusilə də uşaqlığın içində qanaxmalara görə uşaqlığı tam götürməyə təklif edirlər. Qəti bütün dünyada artıq bu praktika olunmur. Çünki bizim gözəl bir cihazımız var, gistroskop. O gistroskopla biz girib hətta böyük düyünləri uşaqlıq boşluğundan, uşağın divarından tam götürə bilirik. Mən dəfələrlə başa salmışam, xüsusi cihazda ucunda kamerası var və lazerə qoşulub. Onunla tam götürürük kökündən, yerin yandırırıq. Bununla da əməliyyat bitmiş olur. Kəsiksiz, həmən gün xəstə evə buraxılır, heç bir ağrısız, sabahsı gün işinə, normal həyatına qayıda bilər. Və sonraki mərhələdə də olaraq xüsusi malcəvi spiral qoyulur, gədəri altı implant qoyulur. O barədə mənim çıxışım elə olmuşdu ki, implant da qoyula bilər və bununla da bu xəstəlik ömürlük sağalır. Qadın uşaqlığı orqanı saxlanılmış qalır, qadın erkən klimaksdan qorunmuş qalır. Bildiyiniz kimi cavan qadınlarda uşaqlıq götürülərsə, o özü də yoldaşı da onu yetərsiz sayılır. Onlar bir kompleks yaşayırlar. Bütün bunları qaçıra bilərik. Sadəcə düzgün müalicə ilə və düzgün seçilmiş əməliyyat növü ilə. Ona görə əzizlərim, sizə təklif eləyəndə qanaxmaya görə, kiçik miomaya görə, polipa görə uşaqlığı götürürsün. Mən həyatımda Allah o mən nəsib eləyib, minlərlə uşaqlığı qorumuşam və bununla fəxr eləyirəm ki, qorumuşam. O qadınlara normal qadınlığı yaşamaq imkanı mənim əlimdən alınıb. Tak ki, hər zaman onu düşünün.